Salam, hər vaxtınız xeyir. Temudan sifariş vermisən, kartdan çıxan pulu invoice qiyməti kimi yazırsan və bəyannamə səhv düşür. Problem buradadır. Temu kredit balansı. İndi bunu bir dəqiqədə başa salıram. Normalda Temudan alınan məhsulların bəyannaməsi ilə bağlı əvvəllər də video paylaşmışam. Amma baxmayaraq ki, hələ də bəyannamədə səhv edənlər olur. Əsas səhv nədədir? Temudan ödəniş ediləndə bəzi sifarişçilərin Temu kredit balansında pul olur. Məhsulun bir hissəsi kredit balansından, qalan hissəsi isə bank kartından tutulur. Və insanlar kartdan çıxan pulu ümumi invoice qiyməti hesab edir. Bu isə səhvdir. Məhsulların ümumi qiyməti 171 manat 55 qəpik, Temu kredit balansından tutulan 18 manat 75 qəpik, kartdan çıxan məbləğ isə 152 manat 80 qəpik. Doğru invoice qiyməti burada 171 manat 55 qəpikdir. İndi isə gəlin bunu Smart Customs-da düzgün necə bəyan etməli olduğumuzu addım-addım göstərim. Dəmir kargodan bildiriş gəldikdən sonra Smart Customs-a daxil oluram. Elektron ticarət sadələşdirilmiş bəyannamə bölməsinə girirəm. Sağ yuxarıdan bəyan edilməmişlərə klik edərək burada dəmir kargo adı, 171 manat 55 qəpik məbləğ, sifariş olunan məhsulların adı və miqdarı görünür. Bəyan et düyməsinə klik edirəm. Burada bir vacib məqam var. Temu tətbiqində siz 152 manat 80 qəpik görürsünüz. Çünki qalan hissə Temu kredit balansından tutulub. Amma Smart Customs-da göstərilən məbləği əsas götürürük. İkinci vacib məsələ məhsulun sayı. Temuda 10 məhsulun birindən 2-3 ədəd sifariş etsəniz 11 məhsul və yaxud da 12 məhsul kimi görünə bilər. Smart Customs-da isə sifarişin sayı əsas götürülür. Əgər Smart Customs-da 10 yazılıbsa, bəyannamədə də 10 yazmalısınız. Həm məbləği, həm də miqdarı mütləq Smart Customs-a uyğun yazın. Temudakı ümumi məbləğ sizi çaşdıra bilər. Bəyannaməyə davam edirik. Birinci addımda telefon nömrəmizi sıfırsız yazırıq və irəli sözünə klik edirik. İkinci addımda heç nəyə toxunmadan 3-cü addıma keçirik. Üçüncü addımda əlavə edin düyməsinə klik edirik. Qiymətindən asılı olmayaraq istənilən bir məhsulu seçirik. Məsələn, mən ayaqqabı bəyan edirəm. Ümumi invoice qiyməti 171 manat 55 qəpik, miqdar 10, istəyim miqdarını 1-də yaza bilər. Amma Smart Customs-da yazılan miqdarı yazmaq tövsiyə olunur. Nə qədər düzgün məlumat versəniz, sifarişiniz bir o qədər problemsiz çıxar, gömrükdə qalma riski azalar. Mən əvvəllər məbləği düzgün yazıb, amma valyutanı səhvən AZN əvəzinə TL seçmişdim. Ona baxmayaraq sifariş gömrükdə qalmadı. Olmanı bəyan səhv sayılır. AZN əvəzinə TL seçilmişdi. Lakin digər məlumatları doğru daxil etdiyim üçün gömrük əməkdaşları məhsulumu saxlamadılar, göndərdilər. Ona görə çalışın bəyan edərkən məlumatları doğru daxil edin. Davam edirik. Valyutanı AZN seçirik, miqdarı yazıb əlavə edin sözünə klik edirik. Sonunda bəyannaməyə diqqətlə baxırıq. Məsuliyyətlə bağlı xananı işarələyirik. Təsdiqlə düyməsini sıxırıq. Dördüncü addımda yenə təsdiqlə sözünə klik edirik. Əgər nəsə səhvdirsə, qələm işarəsi ilə düzəliş edə bilərsiniz. Hələ ki gec deyil. Hər şey doğrudursa, maşın ikonuna klik edirik. Malların gömrük ərazisindən çıxarılmasını daşıyıcı şirkətə həvalə edirəm. Xanasını təsdiqləyirik. Bitdi. Bununla da Smart Customs-da sifarişimizi bəyan etdik. Dostlar, izlədiyiniz üçün təşəkkür edirəm. Video faydalı olursa, zəhmət olmasa bəyənin və paylaşın. Növbəti videolarda görüşənədək.